birinci dəfə idi Qəmzə ilə tək baş-başa bir səyahətimiz idi. Deyir ki, anadan adama heç kim yaxın ola bilməz də. Amma o yol var ha. Yol həqiqətən ananı da balaya yaxın eləyir. Biz qızımla elə qəribə qayıtdıq. Sonuncu gün uzanmışıq belə bir-birimizə baxırıq. İkimiz də ağlamaq tutdu. Sabah artıq bilirik ki, uçuruq. O ağlayır, mən ağlayıram. Mən bir təhər özümü toplayıb deyirəm ki, qızım, niyə ağlayırsan? Mənə baxır, deyir ki, bilmirəm ana, baxıram səni sevirəm. Səni çox istədiyimi hiss edirəm və məni ağlamaq tutur. Deyirəm, mən də səni başa düşürəm, məni də ağlamaq tutur. Və bununla bağlı yazanda mən sonra başa düşdüm bizə ağlamaq niyə tutur. İnsan yaxşı bir an yaşayanda onun müvəqqəti olduğunu dərk eləyir. Başa düşürsən ki, bu indi var. Amma nə vaxtsa olmayacaq. Reallıqdır ki, mən istəyərəm ki, mənim qızım üçün nəsə yaxşı bir şeylər olsun. Mən ona məsələn dedim ki, mənə söz verirsən, təsəvvür edib biz 30 il sonra yenə bura gəlirik. Bu dəfə sən məni gəzdirirsən haralarasa. Necə maraqlı olar. Necə sən Avropada oxuyursan və sən məni gəzdirirsən. Necə qəribədir. Söz verirsən, əl sıxdıq bir-birimizdən. Çətin vaxta düşdük, nə bilim telefonumuzun toku qurtardı, yolu tapa bilmədik, yağışa düşdük. Bu çətin anları birlikdə keçə-keçə çıxış yolu axtarırdıq ana bala. O görürdü ki, bunu belə həll eləmək olar. Və yol davamlı olaraq söhbət edirsən. Davamlı olaraq nə isə görsən müzakirə edirsən. Seçim edirsən. Onun seçimlərinə buraxırsan ki, səncə hara gedək? O kafeyə gedək, yoxsa bəyəndiyinə gedək? Get özün ödənişi elə. Və bu təcrübə bizi o qədər yaxın elədi ki, dedim, doğrudan da kimləsə yaxın olmaq üçün yol getmək lazımdır.